Qonşumuz olan İranın hal-hazırda başı çox böyük bəlalar çəkir və qonşu İranda bu dəqiqə etiraz aksiyaları bəlkə də İran tarixində inqilabdan sonra görüləcək ən böyük ixtişaşlardan birini yaşayır. İran demək olar ki, silkələnir və bizi maraqlandıran məsələlərdən biri də təbii ki, orada yaşayan bizim soydaşlarımızdır. Bizim soydaşlarımızın yaşadığı şəhərlərdə də artıq hal-hazırda etiraz aksiyaları başlayıb. Bir tərəfdən İranın keçmiş şahı olan Pəhləvinin nəvəsi İrana qayıtmaq haqqında yenidən boy-boy danışır. Bir tərəfdən İran hökuməti, ali dini rejiminin nümayəndələri ABŞ-a diplomatik mesajlar verirlər ki, biz sizlə danışıqlara hazırıq, amma digər tərəfdən də İranda insanlar ölür. Çox təəssüf ki, İranda artıq ölüm sayı 100-ü ötüb. Bu hələ rəsmi məlumatdır və təbii ki, çox təəssüflər olsun ki, həm də bu rəqəm artacaq böyük ehtimalla, çünki hələ bunun yaralıları var, hələ bunun rəsmi şəkildə təsdiqini tapmamış dünyasını dəyişənlər var və bunların hamısını hesablayanda İranda ölü sayı, artıq həyatını itirənlərin sayı qat-qat artacağı ehtimal edilir. Və bu da təbii ki, bir insan olaraq bizim hamımızı narahat edir. Amma İrandakı siyasi rejim, İrandakı dini rejim bu yürütdüyü siyasətin sonunu düşünməli idi ki, əvvəl-axır bu işin axırı baxın elə belə olacaq. Çünki insanları bu qədər sıxmaq, insanları bu qədər qapatmaq və uzun illərdir sanksiyalara məruz qalan İranın əvvəl-axır təbii ki, necəsə iqtisadi olaraq iflasa uğrayacağı bəlli idi hamıya. Və bu yaxınlarda elə İranın pulunun dəyərini itirməsi və bundan sonra artıq xalq küçələrə çıxartdı, etirazlar başladı və bu etirazlara İran dövləti, İran ali dini rejimi sərt şəkildə cavab verdiyi üçün bu etirazların həcmi bir qədər də böyüdü və nəticə itibarilə də bugün İranda az qala fəlakət yaşanır və çox təəssüflər olsun ki, çoxlu sayda insanlar həyatını itirir. Həyatını itirənlərin çoxusu təbii ki, etiraz edən gənclərdir və bu gənclər öz ölkələrində dəyişiklik arzulayırlar. Heç o gənclərin çoxusu mən düşünmürəm ki, Rıza Şah Pəhləvinin nəslini arzulayırdı yenidən İranda. Onlar sadəcə olaraq açılım istəyirdilər. Onlar sadəcə olaraq dünyaya inteqrasiyanın tərəfdarı idilər. Onlar ölkədə sərt dini avtoritarizmin əleyhinə idilər. Onlar öz ölkələrini daha müasir, daha inkişaf etmiş, daha azad görmək istəyirdilər. Amma sonuç etibarilə bugün İranda yaşananlar az qala artıq vətəndaş müharibəsinə qədər gətirib çıxarıb. Təbii ki, burada bizi narahat edən bir sıra amillər var. Bizim soydaşlarımız məsələsi var. Bizim soydaşlarımız məsələsindən əlavə həm də İran bizim qonşu dövlətimizdir və İranın Azərbaycanla nə qədər kilometr məsafəlik sərhəd xəttinə malikdir. Təbii ki, bizim qonşuluğumuzda və bu cürdə həcmdə böyük olan bir dövlətdə yaşanan problemlər və yaxud da ki, ehtimal olunan ən pis ssenari üzrə, yəni vətəndaş müharibəsinin gətirəcəyi nəticələr Azərbaycana da təsirsiz ötüşməyəcək və Azərbaycana orada çox saylı qaçqınlar gələ bilər və bunların əksəriyyəti bizim soydaşlarımız olsa, bizim sərhədlərimiz də bu dəqiqə bağlıdır. Bizim onlara reaksiyamız necə olacaq, bizim onlara cavabımız necə olacaq, biz onlara qucaq açacağıq, yoxsa biz onlara deyəcəyik ki, bizim ölkəmizin gücü, bizim ölkəmizin iqtisadi gücü hələ ki buna yetmir ki, biz milyonlarla qaçqını qəbul edək. Xatırlayın, Türkiyədə necə oldu? Suriyada vətəndaş müharibəsi başlayanda milyonlarla insan Türkiyəyə axışdı və bu həm də Türkiyə iqtisadiyyatını bərbad hala gətirib çıxartdı və bugünə qədər Türkiyə iqtisadiyyatı ilə həmin o Ərəb baharından sonra yaşanan o iqtisadi problemlər 2019-dan sonra daha sürətlə özünü göstərməyə başladı və pandemiyadan sonra artıq Türkiyə iqtisadiyyatı inanılmaz dərəcədə bərbad vəziyyətə düşdü. Və təbii ki, mən İrana vətəndaş müharibəsi arzulamıram, çünki insan həyatı hər şeydən öndədir. Bizim soydaşlarımızın həyatı həm də mənim üçün hər şeydən öndədir. Orada bizim Azərbaycanlılarımız yaşayır və Təbriz bütün ruhu ilə, bütün tarixi ilə əslində elə Azərbaycan şəhəridir. Sadəcə indi İran İslam Respublikasının tərkibində olan bir şəhərdir. Amma məncə bizim bir çoxumuza bəllidir ki, əgər Türkmənçay müqaviləsi, Gülüstan müqaviləsi olmasaydı,
bugün dünyada əgər bir Azərbaycan adlı respublika, Azərbaycan adlı bir dövlət olacaqdırsa, onun baş şəhəri, onun paytaxtı Təbriz olmalı idi. Bunu Təbriz haqq edirdi. Mən təbii ki, Təbriz deyəndə təkcə bir şəhəri nəzərdə tutmuram. Bütün Cənubi Azərbaycanı həm Ərdəbili, həm Mağaraz, həm də digər şəhərləri nəzərdə tuturam. Təbriz orada bir obraz kimidir. Mən arzu edirəm ki, İrandakı hadisələr tezliklə stabilləşəcək, İran siyasəti stabilləşəcək. Amma mən bir insan kimi, həm də bir siyasətçi kimi mən İranda dəyişikliklərin tərəfdarıyam. Bu yumşaq dəyişikliklər olacaq, bu hər hansısa kənar müdaxilənin təsiri ilə olacaq və yaxud da ki 79-cu ildən əvvəlki kimi Şah sülaləsi, Pəhləvilər sülaləsi ilə olacaq. Fərqi yoxdur da demək istəmirəm, çünki fərqi var. Çünki Pəhləvilər İran xalqına az zülm etməyib. İranda qeyri-fars etnik xalqlara çoxlu zülmlər ediblər, çoxlu insanların həyatlarına son qoyublar və onların elə ölkədən gedişi də şah rejiminin devrilməsi də qanla olmuşdu zaten. Necə deyərlər, inqilabla gələn inqilabla gedir. Elə ali dini rejim inqilabla gəlmişdi və deyəsən belə görünür ki, inqilabla da gedəcək. Amma bu qərarı İran xalqı verməlidir. İran İslam Respublikasının vətəndaşları verməlidir. Mən arzu edərdim ki, istəyərdim ki, orada dəyişikliklər yüngül, yumşaq dəyişikliklər olsun və hökumət artıq özü başa düşsün ki, ölkəni dünyadan bu qədər inteqrasiya etmək olmaz. Ölkəni bu qədər keçmiş əsrlərdəki kimi saxlamaq olmaz və insanlar artıq dünyaya açılmalıdır, insanların internetə azad girişi olmalıdır, insanların sosial şəbəkələrə azad çıxışı olmalıdır, insanlar söz və ifadə azadlıqlarını, sərbəst toplaşma azadlıqlarını sərbəst formada həyata keçirməlidirlər və insanlar istədikləri Avropa ölkələrinə, Qərb ölkələrinə gedib səyahət etməlidirlər. Qapalı bir rejimdə, həbsxana rejimində saxlamaq olmaz insanları. Və bundan sonra artıq xalqla hakimiyyət arasında bir danışıqlar başlamalıdır, bir yumşalma prosesi başlamalıdır və bu insan ölümlərinin artıq dayandırılmalıdır. Və insan ölümlərini həyata keçirən belə görünür ki, bizim mediadan baxdığımız, izlədiyimiz qədər, öyrəndiyimiz qədər belə görünür ki, dövlət tərəfindən həyata keçirilir. İran dövləti tərəfindən, İranın ali dini rejimi tərəfindən ki, o rejim özünü qorumağa çalışır, özünü ayaqda saxlamağa çalışır. Çünki Bəşər Əsəd nümunəsində göstərir ki, məsələn, Bəşər Əsəd bir ailə idarə etməsi modeli idi və bir prezident idi, həyat yoldaşı idi, uzaqbaşı övladları idi və onları götürüb hansısa bir ölkəyə gedə bilərdi. Amma İranda ali dini rejim elə qurulub ki, sistem və bu sistem bir nəfərdən, iki nəfərdən asılı deyil. Bu bir ideyadır və bu bir ideologiya ətrafında birləşən insanlar qrupudur. Dini kəsim insanlar qrupudur və bir-iki nəfərdən ibarət olsa, həmin adam necə ki, vaxtında Rıza Şah Pəhləvi ölkədən qaçmışdı və rejim lideri də ölkədən qaçıb, nəsə dəyişikliklər ola bilərdi. Amma İranda hal-hazırda dini rejimin tərəfdarları, o ideologiyanı dəstəkləyənlər ən sərt müdaxilələrə belə edə bilirlər öz vətəndaşlarına qarşı və bu da daha çox itkiyə gətirib çıxarır, daha çox insanın xəsarət almasına, dünyasının dəyişməsini gətirib çıxarır və özləri öz xalqına az qala qətliam törədirlər. Çox amansız davranırlar. Nəyə görə? Öz kreslolarını qorumaq üçün, öz hakimiyyətini qorumaq üçün, özünün xalqın üzərindəki o Demokl qılıncı kimi sərt idarə etməsilərini qorumaq üçün, hər hansısa bir yumşalmağa getməmək üçün. Amma bu prosesin axırı, çünki İran xalqı çox böyük xalqdır. İran xalqı tez-tez etiraz aksiyaları keçirən və bu yöndə az qala artıq çox yaxşı praktikaya malik olan bir toplumdur İran toplumu və mən düşünürəm ki, əgər proses bir qədər də belə sürətlənsə, artıq İranda bəlkə də heç kəsin arzulamadığı, xüsusilə də İrana qonşu olan dövlətlərin, Türkiyənin, Azərbaycanın bizim arzulamadığımız ssenarilər üzrə orada proseslər cərəyan edə bilər və bunun bizə də təbii ki, çox böyük problemləri ola bilər gələcək perspektivdə. Cənubi Azərbaycan məsələsindən gəlincə isə təbii ki, bu dəqiqə İranda olan etiraz aksiyaları
Cənubi Azərbaycanın oradan ayrılması və yaxud da ki, Cənubi Azərbaycanın müstəqil olması və yaxud da Azərbaycanın birləşməsi prosesi üzərində deyil. Bu daha uzun perspektivdə, daha asta-asta addımlarla, amma bir gün necəsə, bir gün nə vaxtsa mən düşünürəm ki, baş tutacaq bir proses olacaq. Amma bugünkü olaylar isə hal-hazırda mən düşünmürəm ki, o səthdədir. Bugünkü olaylar İranın daxilində çox böyük parçalanmaya, çox böyük bir faciələrə gətirib çıxara bilər və mən ümid edirəm ki, bizim soydaşlarımız, həm də digər İranda yaşayan digər xalqlar da həmçinin sadə insanlar, sıravi insanlar xüsusilə də onlar daha az zərərlə bu prosesi yekunlaşdıracaqlar, bu yumşaq keçidi və daha az insan itkisi ilə İran özünün yeni çağını başladacaq.